Əziz izləyicilərimiz, dəyərli dostlar, illər öncə şəhid atalarının iştirakı ilə Bapu Kütlərkənd ərazisində, Minaxoru Kütlərkənd arasında olan bir ərazidə bir gözəl şəkildə ağaçlar əkilmişdi. Asaf qardaşımız, Şəhid Gülanın qardaşı və Mübariz ata buranın suyun həmişə baxıbdılar. Allah suyu elə əsas o suyun bura gəlib çıxmasında mübarizəmin özünün böyük rolu var. Allah köməklər olsun. Və bu düzdür. Burada quruyan ağaclar da gördüm mən. Suz qalıbdılar. Amma bir gün öncə, dünənləri burada Asaf özü işdə olub, Mübariz ata gəlib sulayıb buranı. Şəxsən mənim xəbərim olmayıb. Mənə desəydim, mən də gəlib kömək eləyərdim. Mən hansı gün mənim toyum yoxdursa, yəni gəlib işləməyə günortadan sonra, dərs saatlarından sonra gəlib işləməyə. Və burada meyvə ağaçları o qədər gətirib ki, körpə olmasına baxmayaraq. Ağaçlar budağın yerə qoyur. Sadəcə susuz qaldıqlarına görə cırd, meyvələr çox yekəlməyir, çox inkişaf eləməyir. Amma çox da şirindir. Asaf, Allah köməyin olsun Asaf. Və kimlərin də ürəyi istəyirlərsə, şəhid ailələrindən gəlsinlər, bir daddır, bir tamdır. Yəni, belə deyək də, Asaf qardaş istəyir Mübariz ata, istəyir Bilal qardaşımız 200-250 şəhid evinə onun vaxtı, nə maddi cəhətdən vəsaiti çatmaz ki, düşə kət-bəkət bu meyvələrdən yığa, paliyə. Həm də nübar olaraq belə indi bir neçə ağac da gətirir. Amma kimlərinsə vaxtı olarsa, kimlərsə gələrsə burada elə öz, belə deyək də, əhdikləri o ağaçların barın üzüf dadına baxarlar inşallah. Yoldan keçən kim keçsə, kim gəlmək istəsə, yığmaq istəsə, şəhidlərimizin insanı olaraq gəlsin, yığsın, aparsın. Və bu bağında əziyyətini çəkən şəxsən Asaf qardaşla Mübariz atadır. Allah köməkləriniz olsun. Allah dünən suyu da kim vermişsə də Allah ondan razı olsun. Amin. Atamoğlan Babayev. Çox sağ ol, Atamoğlan müəllim. Burada Yaqub dayının artizeni var. Hə. Bir də onların artizeni, ikisi. Yaqub dayı. Hə. Allah sağdır da Yaqub dayı. Yox, rəhmətə getsin. Allah rəhmət eləsin. Övladları baxır yəqin. Hə, cahanlar yeni. Belə sürtdədəndən demək olar bu bağı bura elə bir əkəndə onların artizenindən istifadə elədik. Sonra onların artizeni biraz suda zəiflik oldu, Atamoğlan sağ olsun. Mən rəhmətli Yaqub dayının övladlarına da cahandar oldu, eləmi dedim? Və Babayev Atamoğlan müəllimə də təşəkkürümü bildirirəm. Buranı elə su veribdilər, buranı qəşəng sulayıbdılar. İnşallah da olmaz. İndən belə su problemi olmaz. Allah köməyin olsun, Allah bərəkət versin.